Bu videonu çəkirəm ki, dostlar, məni söyməyəsiz, sözümdə durmadığımı sanarsınız birdən. Demişdim ki, mart ayının birində 10 saat tabutda qalmaq videosunu paylaşacağım. Baxın, video buradadır yəni. Önümüzdəki 10 saatı bu tabutun içində bastırılmış halda keçirəcəm. 25 dəqiqə 12 saniyəlik video tam hazırdır. Sadəcə əsas kanalımda olan problemə görə mən o videonu paylaşa bilmirəm. Ümumiyyətlə əsas kanalımda video paylaşa bilmirəm və bu psixoloji cəhətdən ümumi hər tərəfli çox pis təsir edir mənə. Ümumiyyətlə məzarda qalmaq videosu zaman açısından elə bir ki tilsimlənib çox yordu məni uşaqlar. Biz videonu Sadiqlə iyunda çəkməyə planlaşdırmışdıq. Sadəcə heç kim bizə kömək eləməyə gəlmədiyinə görə 2 nəfər də o videonu çəkə bilmədik. Sentyabrda çəkdik və mən sizə oktyabrın 15-i videonu paylaşacağımı demişdim. Videonu çəkəndən sonra montaj problemi başladı. Kompüter lazım idi. Heç kim də kompüterimi vermədi. Yəni əslində burada səhv məndədir. Mən hər dəfə videolarımı montajlamaq üçün kimdənsə kompüter götürəndə deyirəm ki, ən bomba işimdir, qardaşım, ver bir dənə pik olacaq, bu video partlayacaq. Çünki həqiqətən içimdə elə düşünürəm, onun çox böyük bir iş olduğunu düşünürəm. Amma necəsə olur, izlənmir və mən pərt oluram. Ona görə artıq heç kimin mənə qarşı bir inamı qalmayıb. Nəysə, mən də qərara gəldim ki, kompüter alım, pul yığdım. Kompüteri aldım. Montajdan sonra da araya dublaj işləri girdi. Videoda bu arada ingiliscə dublaj hal-hazırda var. Paylaşa bilmirəm deyə görmürsünüz. İstəyən Azərbaycan dilində, istəyən ingilis dilində videonu izləyə biləcək. Onu da elədik. Çünki uşaqlar çox pik videoda. Elə videonun mırtı atıb nə qədər izlənər demək istəmirəm. Qlobala çıxmaq, Azərbaycan YouTube-unu qlobala aparmaq istəyirəm. Nəysə, bu video məzar videosunun niyə gəlmədiyi ilə bağlı açıqlama idi. Buradan izləyib niyə gəlmədiyini öyrəndiniz. İstəyən çıxa bilər, istəyən qalsın, biraz dərdləşək. Vəbşə gəlin Mr. Beast kimi bir şey çəkək. 2026-cı il mart ayının 1-i. 197.000 abunə. Kanalın ümumi izlənməsi isə 36 milyon. Bundan 10 il sonra 2036-cı ildə görəsən nə qədər abunəmiz, nə qədər izlənməmiz olacaq. Mən həmin vaxtda universiteti bitirmiş, əskəriyə gedib gəlmiş olacam artıq. İnşallah ki, YouTube-a davam eləyirəm. Məncə eləyirəm uşaqlar, çünki YouTube mənim həyatımdır. Bax, burada YouTube, burada YouTube, burada YouTube və burada da YouTube. Bir var uşaqlar, YouTube həyatımın parçası olsun. Bir də var ki, həyatım YouTube'un parçasıdır artıq. Media nə qədər inkişaf eləsə də, içeriklər nə qədər gelişsə də mən həmişə səmimiliyimi sizlə saxlamağa çalışmışam uşaqlar. Sizi çox sevdiyimi hər videoda deyirəm. İnşallah ki, siz də məni çox sevirsiniz. Məni bəlkə də tam tanımırsınız hələ, çünki siz ancaq gülən tərəfimi görürsünüz. Depressiv tərəfimi heç vaxt YouTube'da göstərmirəm. Davam eləmək mənim üçün çox çətindir, amma eləyəcəm. Söz var ya, xəyallarınızın arxasında qaçsın. O məncə boş bir şeydir. Sən xəyalın arxasında qaçmağa fikirləşirsənsə niyə? İşləməyə başladım, biraz nə danışıram mən. Yəni demək istəyirəm ki, xəyallı olan adam onsuz onun arxasında qaçacaq da. Belə uşaqlar, davam eləyəcəm. Haracan getdi. Oyun hələ bitməyib. Siz mənə kamera qabağında əyləncəli videolar çəkən YouTuber kimi görürsüz. Mən amma o videoları çəkmək üçün nə qədər baskının üstündən gəlmişəm. Bunları danışmaq üçün tezdir məncə hələ, nələr yaşadığımı falan, çünki hələ ki özümü nəsə bacarmış olaraq görmürəm. Bir gün çox yaxşı yerlərə gələndə bu çətinliklərin hamısını danışacağam, onu da daha yaxşı məni başa düşəcəksiniz. İndi yəni özümü acındırmaq da deyil məqsədim. Sadəcə uşaqlar, çox istəyərdim ki dəstəyim olsun. Ay, ağlayacağam. Deyirik, hər adamın üzünə şans bir dəfə gülür. O şans mənim üzümə gülmədi uşaqlar. Şansı dəyərləndirmək lazımdır. Gəlsin ki dəyərləndirim. Hələ gəlməyib. Sıxılıram uşaqlar. Bu qədər şeylər edirəm. Niyə olmur? Niyə bu? Gedir, çox yavaş gedir. Hiss eləmirsiniz sizdəki çox yavaş gedir. Burada uşaqlar, burada olmağa davam eləyəcəyik. Tam bilirsiniz necə, içim doludur, amma dilimə söz gəlmir ki, özümü ifadə edeyim. YouTube bizim ölkəmizdə də inkişaf edəcək. Mr. Beast keçəcəm uşaqlar. Yəni bu qədər yolu 6-7 ili boş-boşuna gəlməmişəm də. Pes eləmək üçün, yarı yolda buraxmaq üçün heç vaxt da pulun dalınca getməyəcəm uşaqlar. Axıra qədər YouTube eləyəcəm. Siz söz verirəm, Azərbaycanda YouTube elə səviyyəyə çatdıracağam ki, qlobalda dəli olacaqlar. Deyəcəklər ki, 10 milyonluq əhalisi var Azərbaycanın. Necə oldu bir dənə YouTuber oradan çıxdı və dünyanın ən böyük YouTuberi oldu. Bu cümləni qurduracam qlobaldakı bütün böyük YouTuberlərə. Hamısı şoka düşəcək. İnşallah mənə inananlar var uşaqlar, çünki sizi ailəm qədər çox sevirəm həqiqətən. Sevirəm siz. Ailəmsiz, həqiqətən ailəmsiz. Hər şey keçəcək. Çox danışmışam uşaqlar. Nəysə, bu qədər.